eyni cismin yerə nəzərən potensial enerjilərini müqayisə edin. 3 eyni cisim. Eyni cisim o deməkdir ki, onların kütlələri bərabərdir. Yəni M1 M2-yə, o da M3-ə bərabərdir. Məndən potensial enerjilərin müqayisəsini soruşur. Potensial enerjinin düsturunu xatırlasaq, mgh-dır da, düzdürmü? H kütlə mərkəzinin yerdən olan hündürlüyüdür. Ona görə baxacağıq. Birincidə baxın budur. İkincidə budur. Üçüncüdə isə lap azdır. Ona görə ən böyük 1-dədir, sonra 2-də, sonra 3-dədir. Baxaq 2-yə. 30 metr bölü saniyə sürətlə şaquli yuxarı atılan 200 qram kütləli cismin 20 metr hündürlükdə kinetik enerjisini hesablayın. Baxın, kütləni bizə verib. 1000-ə bölək, kiloqrama çevirək, olacaq 0,2 kiloqram. 30 metr böl saniyə sürətlə şaquli yuxarı atılır. H bərabərdir 20 metr hündürlükdə kinetik enerjisi məndən soruşur. Baxın, bu cisim yer səthindən atılır 30 metr böl saniyə sürətlə, düzdürmü? Deməli, onun hündürlüyü hələ yoxdur axı yer səthindədir. Ona görə kinetik enerjisi ilə tam enerjisinə bərabər olacaq. Bu da nəyə bərabərdir? mv0 kvadratı, bu 0-dır. Bölünsün 2-yə. Yazaq 0,2 vurulsun 900 bölünsün 2 olacaq 90 joule. Deməli, mənim tam enerjim deməli, nəyə bərabərdir? 90 joule-a bərabərdir. İndi 20 metr hündürlükdəki kinetik enerjini məndən soruşur. Baxın, indi 20 metr hündürlükdəki gəl potensial enerjini tapaq. mgh 0,2 vurulsun 10 vurulsun 20. Deməli, 2, bu da 40 joule. Tam enerjini bilirəm. Tam enerjidə bilirik ki, nədir? Potensial və kinetik enerjilərin cəmidir də. Buradan da kinetiki tapanda nə etməliyəm? Tam enerjidən potensialı çıxmalıyam. Bərabərdir. 90 çıxılsın 40. Bu da mənə nəyi verir? 50 joule verir. Cavab olur C variantı. Baxaq 3-ə. Sürəti 6 metr bölü saniyə. Kütləsi 2 kiloqram olan kürə üfüqi müstəvidə diyirlənərək sərtliyi 200 Nm olan elastiki yay maksimal sıxır. Deməli, başlanğıc anda 2 kiloqram kütləli cisim müəyyən sürətə malikdir də. Deməli, axırda maksimal qədər yayı sıxır. Deməli, bizim başlanğıc haldakı kinetik enerjimiz tamamilə yayın potensial enerjisinə çevriləcəkdir. İndi deyir ki, maksimal nə qədər sıxa bilər? Məndən bu x-i soruşur. Baxın, x-i tapanda da nə edirik? Kök altına düşəcəkdir. mv kvadratı bölünsün k. Bərabərdir. Gətirək qoyaq yerinə. Kütləmiz nə qədərdir? 2. Sürətimiz 6 kvadrat olacaq. 36. K-da 200-dür. Düzdürmü? İxtisar getsə burada 100 qalacaq. Kök altında 136-dan da 6-da 10-da 6 çıxır. O da 0,6 metr eləyir. Cavabı santimetrlə soruşur deyə. Deməli, 100-ə vuracaq, olacaq 60 santimetr. İndi baxaq 4-ə. 10 kiloqram kütləli cisim yer səthindən 5 metr hündürlükdən sərbəst düşür. Yer səthindən 2 metr hündürlükdə onun kinetik enerjisini tapın. Baxın, cisim yer səthindən müəyyən 5 metr hündürlükdədir. Və buradan nə edir? Sərbəst düşür. Sərbəst düşmək odur ki, başlanğıc sürəti yoxdur. Və yer səthindən müəyyən hündürlükdədir. Bax, başlanğıc sürəti yoxsa kinetik enerjisi də yoxdur. Yer səthindən onda malik olub potensial enerji, onun həm də nə idi? Tam enerjisidir də. Kinetik yoxdur. Tam elə potensiala bərabərdir ki, başlıqda elə tez biz tam enerjimizi tapaq. Kütləsi 10, J10, H-da 5. Olacaq 500. İndi deyir 2 metr hündürlükdə. Gəlir məsələn, bax, bura. Yer səthindən müəyyən 2 metr hündürlükdədir. Deyir kinetiki tap. Gəl birinci 2 metr hündürlükdə potensialımızı tapaq. O da mgh-dır. H maksimaldır da, elə bil ki, tam enerji mgh maksimaldır. Bu isə mgh-dır. 10 vurulsun 10. 100, 2-yə də vuranda 200. Deməli, bax, mən 2 metr hündürlükdə potensialı tapdım. Kinetiki də tapanda nə etməliyəm? Tamından çıxmalıyam potensialı. 500-dən 200-ə çıxarım, qalır 300 joule. C. Kütləsi 200 qram olan daş 10 metr hündürlükdən 10 metr bölü saniyə sürətlə şaquli aşağı atılır. Yer səthi ilə toqquşma anında kinetik enerjisini tapın. Baxın, yer səthilə toqquşma anında artıq hündürlük yoxdur. Deməli, yer səthilə toqquşma anında ancaq kinetik enerjiyə malikdir, yəni həm də tam enerjiyə malikdir də. Potensial olmadığına görə ancaq tam enerji ilə kinetik enerjiyə bərabər olacaq. Kütləni verib bizə 0,2 kiloqram. Düzdürmü?
10 metr hündürlükdədir və sürəti də var. Onda mv kvadratı bölü 2 üstə gələk mgh. Birinci tam enerjimizi tapaq. Bir də yer səthindən toqquşmanda potensial olmur. Tam enerji ilə kinetik enerji bərabər olur. Elə bizdən bir növ tam enerjini soruşur da. Yenə də onsuz da yer səthinə dayananda o tam enerjiyə malik olacaq. Çünki potensial yoxdur. Elə bir növ bizdən bunu soruşur. Gəlin qoyaq yerinə. Kütlə 0,2. Sürət 10 kvadratı 100 bölünsün 2. Üstə gələk. 0,2 vurulsun 10. 2. H-da 10. Olacaq 20. İxtisar gəlsə 0,1. Deməli 10 üstə gələk. 20 də bizə verəcək 30. B. Yer səthindən 20 metr böl saniyə başlanğıc sürətlə yuxarı atılan 2 kg kütləli cisim 2 saniyə anındakı kinetik enerjisi. Gəl baxaq. Birinci yer səthindən 20 metr böl saniyə sürətlə atılır. Yuxarı doğru hərəkətdə necədir? Yavaşlayan. Ona görə yazırıq. V bərabərdir. V0 minus J-də. Qoyaq yerinə. Başlanğıc sürət 20. J10 zamanda 2 nəyə verir? 0 verir. Cisim dayanacaqda kinetik enerjisi olmayacaq. C variantı. Deməli, H yönündən sərbəst buraxılan cisim H/4 hündürlüyündə kinetik potensial enerjilərini müqayisə edin. Baxın, sərbəst buraxılırsa yer səthindən müəyyən hündürlükdədirsə, sərbəst buraxılırsa V0 sıfırdır. Demək, kinetik enerjisi yoxdur. Elə o yer səthindən müəyyən hündürlükdədir. Bax, onun malik olduğu elə potensial enerji onun tam enerjisidir. Onda nəyə bərabər olacaq tam enerji? mgh-a. İndi deyir, H/4 hündürlüyündə kinetik və potensial enerjilərini müqayisə edin. Onda gəl birinci kinetik enerjisini tapaq. Baxın, tam enerji mgh-dır. H/4 hündürlüyündə də potensial mgh/4. Burada nə qalır? 4/3 mgh. Bu bizim nəyimiz oldu? Kinetik enerjimiz. Potensial enerjimiz də deyir də yer səthindən mgh bölünsün 4 hündürlüyündə. İndi biri 4/1 mgh-dır, biri 4/3 mgh-dır. Hansı böyükdür? Kinetik böyükdür. Nə qədər? 3 dəfə çoxdur. Baxın, məxrəclər eynidir. Sürətlərə baxın, 3 dəfə kinetik daha böyükdür. Ona görə də cavab Y variantıdır. Kütləsi 4 kiloqram olan hərəkət tənliyi x bərabərdir -3 üstə gələk 2t üstə gələk t kvadrat şəklində olan cismin ilk 2 saniyədəki kinetik enerjisinin dəyişməsi. Baxın, bizə koordinat tənliyi verib, özü necə hərəkətli yeniləşəndir. Gəlin bu koordinatdan bir dəfə teorem alaq, tez sürəti tapaq. Olacaq 2 üstə gələk 2t. Bizim də tənliyimiz belədir, V bərabərdir V0 plus AT. Başlanğıc sürət 2-dir. Buradan görürük də. Bu tək olan V0-dır. T'nin yanındakı da 2, yəni A da 2-dir. İndi baxaq. Deməli, ilk 2 saniyədəki kinetik enerjisi. Gəl birinci başlanğıc saldakı kinetik enerjisini tapaq. Olacaq mv0 kvadrat bölünsün 2. 4 vurulsun. Başlanğıc salda sürətim 2-dir. Kvadratı 4 bölünsün 2. Bu da mənə nəyi verəcək? 8 zolu verəcək. İndi 2 saniyədəki gəlin. Kinetiki tapaq. Bunun üçün də görə 2 saniyə sonra sürət nəyə bərabər olacaq? Sürət nədir? 2 üstə gələk 2t'dir. Getirək, t'nin yerinə 2-ni yazaq. 2 üstə gələk 2 vur 2. Nəyi verəcək mənə? Deməli, 6 metr böl saniyəni. İndi gətirək, kinetik enerjimizi tapaq. Bu birinci haldır, bu ikinci haldır. Olacaq mv kvadratı böl 2. 4 vurulsun. 36 bölünsün 2. Bu da mənə 72-ni verir. İndi kinetik enerjinin dəyişməsini məndən soruşur. Dəyişmək üçün də nə edirik? İkinci haldakı kinetik enerjidən birinci haldakını çıxırıq. Yəni 72-dən 8-i çıxırıq, qalır 64 joule. C variantı. Cisim yer səthindən 50 metr hündürlükdədir. Onun yerdən olan hündürlüyü 80% azalanda potensial enerjisi necə dəyişəcəkdir? 80% azalırsa, gəlin birinci tapaq görək nə qədər eləyir? 80 bölünsün 100. Nə qədər eləyir? Deməli 40. Deməli 50 imiş, 80% azalıb. Nə qədər qalıb? 10 metr qalıb. Deyək ki, potensial enerjinin dəyişməsi. Potensial enerji də mgh-dır da. Deməli, h-la düzüm tənasib asılıdır. Y2 bölü Y1, H2 bölü H1'dir. H2 10'dur, H1 də 50'dir. Nə qədər azaldı? 5'də 1 oldu. Yəni 5 dəfə azalmaq deməkdir. Şaqili yuxarı atılmış 2 kiloqram kütləli cismin potensial enerjisi 100 joule olduqda kinetik enerjisi 400 joule olmuşdur. Bu cismin maksimal qalxma hündürlüyünü hesablayın. Baxın, tam enerji potensialı verib, kinetiki verib. Yəni tamı taparam da, tam da potensial üstə gələk kinetikdə olacaq 1000 joule. Tam enerjidə
deyir maksimal qalxma hündürlüyündə. Maksimal qalxma hündürlüyündə cisim bir anlıq dayanır. Yuxarı atılırsa cisim bir anlıq dayanacaq. Maksimal qalxma hündürlüyündə ondan sonra aşağıya doğru hərəkət edir də. Bax o dayanırsa maksimal hündürlükdə onda kinetik enerjisi yoxdur. Çünki sürət sıfırdır. Ancaq nəyə malikdir? Müəyyən hündürlükdə olduğuna görə potensial enerji, o potensial enerji də elə tam enerjiyə bərabər olur. Ona görə də MGH-ın deməli tamı yerinə yazırıq. MGH maksimal. Qoyaq. Tamımızı tapmışıq da yuxarıda. Hava müqaməti nəzərə alınmır deyə tam enerji saxlanılır. Bərabərdir. 2 vurulsun, 10 vurulsun, H maksimal. Deməli 1000, bura 20. H maksimalı tapanda da nə edirik? Deməli 1000-i bölürük 20 olacaq 50 metr. Bu qədər. Baxaq 11-ə. Radiuslu polad küre V sürətlə hərəkət edərkən kinetik enerjisi YK-dır. R bölü 2 radiuslu polad küre V sürətlə hərəkət edərsə, kinetik enerjisi nə qədər olacaqdır? Deməli, R radiuslu küre V sürətlə hərəkət edərkən kinetik enerjisi YK-dır. R bölü 2 radiuslu polad küre V sürətlə hərəkət edərsə kinetik enerjisi. Bax, sürət dəyişməyibdir. Sürət sabit saxlayıbdır. V sabitdir hər iki halda. Kinetik enerjini düsturun yazaq. MV kvadratı bölünsün 2'dir. M'in yerine ne yaza bilərəm? Rho V yaza bilərəm. Rho V kvadrat bölü 2. Düzdürmü? Kürə olduğuna görə V'nin deyənə 3'də 4 pi r kubu yaza bilərəm. V kvadratı bölü 2. Baxın, eyni polad kürə olduğuna görə Rho eynidir. Sürəti dəyişməyibdir. Onda kinetik enerji R'in kubu ilə mütənasib olacaq. R'in kubu ilə. Əvvəl radius R imiş, sonra R bölü 2 olub. Yəni 2 dəfə azalıb. R'in kubu ilə mütənasib olduğuna görə onda kinetik enerji nə olacaq? 8 dəfə azalmış olacaq. İndi baxaq 12-yə. 20 metr bölü saniyə başlanğıc sürətlə şaquli istiqamətdə yuxarı atılan cisim hansı hündürlükdə kinetik enerjisi 2 dəfə azalacaqdır? Başlanğıc anda onun ancaq kinetik enerjisi var. Onda kinetik enerji ilə tam enerjiyə bərabər olacaq. Onda MV0 kvadratı bölü 2 bərabərdir. Müəyyən hündürlükdə MGH üstə gələk. Onun kinetik enerjisi 2 dəfə azalmış olsun. Deməli, bax belə olur da. Başlanğıc anda deyir 2 dəfə azalsın. 2 dəfə də azalmaq o deməkdir ki, axı sürətin kvadratı ilə mütənasib kinetik enerji. Onda V0 bölü 2 deməkdir. Onda belə yazıram. MV kvadratı bölü 2, amma V'nin yerinə də nə yazacağım? Baxın, bunun kvadratını yazacağım. Gəl birinci yazaq. MV0 kvadratı bölünsün 2 bərabərdir. MGH üstə gələk. Deməli, M bölünsün 2. V'nin yerinə də bax, bunun kvadratını yazacağım. V0 kvadratı bölünsün 2. Düzdürmü? Hər tərəfdən ümumiyyətlə M ataram. Qalacaq V0 kvadratı bölünsün 2 bərabərdir. GH üstə gələk V0 kvadratı bölünsün 4. Keçirdərəm V0 kvadrat bölü 4-ü digər tərəfə olacaq nə? V0 kvadratı bölünsün elə 4 olacaq. Bərabər olacaq GH-a. Düzdürmü? Qoyaq yerinə. Deməli, V0 nə qədərdir? 20 kvadratı olacaq 400. 400 ilə 4-ə böləndə 100 bərabərdir. J10 H da tapanda nə qədər edir? 10 metr edir. Cavab elə B variantı olacaq. V0 başlanğıc sürətlə şaquli yuxarı atılan cismin kinetik enerjisi 2 dəfə azaldığı hündürlük. Baxın, birinciyə onu qeyd eləyək ki, bu cisim V0 sürəti ilə yuxarıya doğru atılır. Deməli, başlanğıc anda yer səthindən hələ müəyyən sürətlə indi atılacaq. Hündürlük olmadığına görə ilə o tam enerjiyə bərabərdir də. Onda yəni kinetik enerjisi ilə tam enerjisinə bərabərdir. Onda MV0 kvadratı bölü 2 bərabərdir yazıram. İndi deyir ki, hansı hündürlükdə kinetik enerji 2 dəfə azalsın? Kinetik enerji MV kvadratı bölü 2-dir. Deməli, kinetik enerji 2 dəfə azalması üçün kinetik enerji özü V'nin kvadratı ilə düzgün tənasibdir. Onda V kökdə 2 də qədər azalmalıdır. Onda belə yazırıq da. Deməli, gəlin birinci bunu qeyd edeyim sonra. Bax. Kinetik üstə gələk MGH olmalıdır da. Bax, bu kinetik enerji deyir 2 dəfə azalsın. MV0 kvadratı bölü 2 bərabərdir. Onu da kinetikin yerinə yazacağım. M. Deməli, dedik ki, sürət nə olmalıdır? Kökdə 2 qədər azalmalıdır. Onda yazıram. V0 bölünsün kökdə 2-nin kvadratı bölünsün 2 üstə gələk MGH. Olacaq MV0
kvadratı bölü 2 bərabərdir m V0'ın kvadratı bölünsün 2. 2 də aşağı düşəcək, olacaq 4. Üstə gələ mgh. M-ləri ataq, rahatlayaq da. Atdıq. Deməli, V0 kvadratı bölünsün 4'ü keçirsək bu tərəfə olacaq V0 kvadratı. Ortaq məxrəcə gəlsək, olacaq V0 kvadratı bölü 4 bərabərdir GH-a. Buradan da V0 kvadratı 4GH-dır. H-ı da tapanda nə indirik? V0 kvadratı bölünsün 4G. Var, burada cavab var. A variantı düzgün variantdır. Baxaq 14'ə. Yay dediyinə görə verilmiş yay. K sabitdir. Onda mənə YP-nin F-dən asılılığını deyirdi. Onda YP-nin F-ilə K-ilə olan düsturunu xatırlamalıyım. Yəni F kvadrat bölünsün 2K düsturu ilə. İndi baxaq, K konstantdır. Onda YP F-ilə necə asılıdır? Kvadratik asılıdır. İmpulsun sabit qiymətində P konstantdır. Kinetik enerjisinin onun sürətindən asılığı. Onda kinetik enerjinin PV bölünsün 2 düsturundan istifadə etməliyəm ki, orada həm P olsun, həm V olsun. P sabitdir, onda YK V ilə necə asılıdır? Düz mütənasib asılıdır. Verilmiş kütləli cismin kinetik enerjisinin onun impulsunun asılılıq qrafiki. Verilmiş kütləli dediyinə görə M konstantdır. Onda kinetik enerji M konstantdır. P ilə M-lə olan düsturunu xatırlamalıyım. P kvadrat bölünsün 2M. M sabitdir. Onda YK P-nin kvadratı ilə düz mütənasib asılı olacaq. Şaquli yuxarı atılmış cismin, verilmiş cisim dediyinə görə M konstantdır. Potensial enerjisinin maksimal qiymətinin başlanğıc impulsdan. Baxın, potensial enerjisinin maksimal qiyməti o deməkdir ki, o tam enerjiyə malikdir də artıq. Çünki maksimal halda nə olacaqdır? Şaquli yuxarı atılıbsa maksimal hündürlükdə sürət 0 olacaq. Və kinetik enerji, daha doğrusu potensial enerji tam enerjiyə bərabər olacaq. Onda nəyə bərabərdir? O da P0 kvadrat bölünsün 2M. M sabitdir. P0 nə ilə kvadratı ilə düz mütənasib asılıdır. Verilmiş sərtlikli yayın potensial enerjisinin, deməli, onun kütləsinin asılılıq qrafikini müəyyənləşdirin. Baxın. Deməli, verilmiş sərtlikli yayın. Deməli, ümumiyyətlə burada mg ağırlıq aşağıya doğrudur. Elastik yuxarıya doğrudur. Yəni Kx mg ilə tarazlaşır. Düzdürmü? Da ya potensial enerji nəyə bərabərdir? F kvadrat bölünsün 2K. Çünki verilmiş yay deyir. F elastik. Elastikin yerinə də burada Kx yazımlı və yaxud F elastik yaza bilərəm. F elastik dediyi mg ilə tarazlaşır. Gətirib yerinə qoya bilərəm. Olacaq m kvadrat j kvadrat bölünsün 2K. Onda YP m-in nəyi ilə kvadratı ilə düz asılı olduğu görünür. Baxaq 19'a. Verilmiş radiuslu çevrə üzrə hərəkət edən cismin kinetik enerjisinin bucaq sürətindən asılığı. Kinetik enerji nəyə bərabərdir? MV kvadratı bölünsün 2'yə. V də nəyə bərabərdir? Omega R-ə. Gətirək qoyaq yerinə. M bölünsün 2. V-nin yerinə omega kvadratı, R kvadratı. M sabitdir. YK onda R-in, daha doğrusu omeganın kvadratı ilə verilmiş radiusu dediyinə görə R də sabitdir. Onda YK omeganın kvadratı ilə düz asılıdır. Düz xətlə hərəkət edən cismin sürətin zamanın asılılıq qrafikinə əsasən onun kinetik enerjisinin zamanın asılığı. Necə hərəkətdir? Yeniləşən hərəkətdir. Və V0-da 0-dır, görsünüz. Onda YK nəyə bərabərdir? MV kvadratı bölünsün 2'yə. V də nədir? Baxın, 0-dan başlayıb V0 yoxdur, elə AT-yə bərabərdir yeniləşən hərəkət. Onda V-nin yerinə A kvadrat, T kvadrat yazaram. Onda buradan çıxır ki, T-nin nəyi ilə kvadratı ilə düz asılı olacaq. Düz xətli hərəkətdən verilmiş kütləli cismin sürətinin zamanın asılılıq qrafikinə əsasən kinetik enerjisinin zamanın asılılığı müəyyənləşdirir. Necə hərəkətdir? Düz xətli bərabər sürətli hərəkətdir. Kinetik enerji dəyişmir, sürət dəyişmədiyindən. Verilmiş yayın deformasiyasının onun potensial enerjisinin asılılığı. Potensial enerji nədir? Kx kvadrat bölü 2'dir. Buradan K-nı x-i tapaq, daha doğrusu olacaq YP bölünsün K. Onda x verilmiş yay dediyinə görə K sabitdirsə, onda x YP ilə necə asılıdır? Kök altısı ilə düz asılıdır. Qrafikinə əsasən 1 kiloqram kütləli cismin kinetik enerjisinin zamandan asılığı. Baxın, necə hərəkətdir? S-in T-dən asılığına baxırıq ki, bu düzxətli bərabər sürətli hərəkətdir də. Çünki S-T-dən xətt asılıdır. Onda YK VT-dən daha doğrusu necə asılı olacaq? VT-dən asılı olmayacaq. Ona görə də YK-da asılı olmayacaq. Birinci bu variantları avtomatik çıxırıq. Onda YK T-dən asılı olmayacaq. Bax, düzxətli bərabər sürətli hərəkətdə də SX nəyə bərabərdir? VX T-yə. Buradan VX-i tapaq. O da SX bölü T olacaq da. Yəni 40 bölünsün 4 olacaq 10 metr bölü saniyə. Onda kinetik enerjini tapanda MV kvadratı bölünsün 2'dir də. Kütləni verib 1. Deməli, sürət 10 kvadratı 100 bölünsün 2. Bu da mənə nəyi verir? 50'ni verir.
C variantında 50 YK-da dediyimiz kimi sabit olmalıdır. Deməli, sürətin kütlədən asılılıq diaqramında hansı nöqtəyə kinetik enerjinin ən kiçik qiyməti daha doğrusu uyğundur? Bax, YK nəyə bərabərdir? MV kvadratı bölünsün 2-yə. Baxın, YK-nın ən kiçik olması üçün YK həm M-dən, həm V-dən tərs asılıdır. Onda M-dən kiçiyini götürməliyəm, V-nin ən kiçiyini götürməliyəm. Bax, M-in ən kiçiyini götürdüm. Bax, budur. V-nin ən kiçiyini götürdüm. Bu da harda kəsişdilər? 1-də kəsişdilər. Cavab Y variantı. Sürətin modulunun zaman asılılıq qrafikinə əsasən kütləsi 4 kiloqram olan cismin kinetik enerjisi. Baxın, sürəti verib 5-dir. Kinetik enerjini gəl tapaq. MV kvadratı bölünsün 2-dən. 4 vurulsun. 5'in kvadratı 25 bölünsün 2. Bu da mənə 50 joule verəcək. Y variantı. Yəni potensial enerjisinin mütləq uzanmadan asılılıq qrafikinə əsasən onun sərtliyini tapın. Onda potensial enerji nəyə bərabər olacaq? Kx kvadratı bölünsün 2-yə. Sərtliyi məndən soruşursa, onda olacaq 2YP bölünsün x-in kvadratı. Qoyaq yerinə. 2 vurulsun, kiçik qiymətlərlə gedək də 25 bölünsün 1. 1-in kvadratda 1. Bu da nəyi verir mənə? 50 Newton bölünsün metrə. Sərbəst düşən. Sərbəst düşürsə başlanğıc halda V0 0-dır. Sürətin modunun zamanın asılı qrafiki verilibdir. Cismin kütləsi 40 qram olarsa yerə dayananda kinetik enerjisi. Deməli, V nəyə bərabərdir? JT-yə. V0 yoxdur. O da 10 vurulsun 2 olacaq 20. Deməli, V maksimal, yəni yerə dayananda onun sürəti nəyə bərabər olacaq? 20-yə. Yerə dayananda kinetik enerjini soruşur. Gəl yazaq MV kvadratı bölünsün 2. Deməli, 40-dır. 40-ı göbələk 1000-ə. Kiloqrama çevirək də 0 tam. Belə yaza bilərik. 4 vurulsun. Onun üstünə mənfi 2 kimi yazaq da bunu. Sürətdə 20 kvadratı 400 bölünsün 2. İxtisar getdi 2. Deməli, oldu 800. Vur 10 üstü mənfi 2. 10 üstü mənfi 2 ilə də bu sıfırlar getdi. Nə qaldı? Elə 8 qaldı da. Y variantı. Koordinat zaman asılılıq qrafikinə əsasən 1-2-3 nöqtələrinə uyğun gələn zaman anda kinetik enerji anlarında cismin kinetik enerjiləri arasında hansı münasibət düzgün? Deməli, birinci qrafikə baxsaq, ikinci qrafik birinci qrafikdən dikliyi daha çox olduğuna görə orada sürət daha böyük olacaq. Sürət də böyük olduğuna görə kinetik enerji də böyük olacaq da. Yəni belə yazaq ki, Y2 halı Y1 halından böyükdür. 3 halına baxanda isə görürsüz, 3 halında cisim bir anlıq dayanır, yavaşan hərəkət edir. 2-dən 3-ə getdikcə 3-də bir anlıq dayanır, sonra yeniləşən hərəkət edir. Ona görə 3-cü halda sürət 0-dır. Ona görə də 2-ci hal 1-ci haldan böyükdür. O da 3-cü haldan böyükdür. 3-cü halda hətta 0-dır. Burada harda verilib? Yaxşı görünmür. B variantında verilibdir. Olan hündürlüyü 2 metr olan bir cinsləri üfüqi vəziyyətə gətirdikdə potensial enerjisi necə dəyişəcəkdir? Baxın, birinci hal budur, ikinci hal budur. İkinci halda artıq yerdən olan hündürlük yoxdur. Ona görə YP ilə olacaq nə? YP2 yazaq 0-a. Birinci halda isə potensial enerji MGH-dır. H-da kütlə mərkəzinin yerdən olan hündürlüyüdür. Tam mərkəzdən aşağı. Deməli, kütlə 4, J10. Ümumi hündürlük 2-dirsə, onun yarısını götürükdə 1. Bu da nəyi verəcək? 40-ı. Əvvəl 40 imiş, sonra 0-a düşüb. Deməli, nə olub? 40 joule azalıbdır da. Baxaq 30-a. Eyni kütləli bir cins. Eyni kütləlidirlər və bir cinslər. 3 fərqli cisim üfüqi müstəvi üzərində sükunətdədirlər. Yer nəzərən potensial enerji. Potensial enerji də dedik ki, H-dan, yəni kütlə mərkəzinin yerinin olan hündürlüyündən asılıdır. Birincidə də, ikincidə də tam mərkəzdən aşağıdır. Yəni eynidir. Yəni onda Y1, Y3-ə bərabərdir. Y3-ə. 2-də isə, bax buradadır. Deməli, digərlərindən daha hündürdə olduğuna görə 2-də daha böyükdür də potensial enerji. 1 ilə 3-də bərabərdir və kiçikdirlər Y2-dən. D variantı. Çəkisiz link tarazlıqdadır. 1 və 2 cisimlərinin yeri nəzərən potensial enerjiləri. Birinci gəlin, baxın, yerdən olan çəkisizdir. Yerdən olan hündürlükləri eynidir bu cisimlərin. Gəl belə yazaq. Deməli, ağırlıqlarını yazaq. M2J budur, M1J budur. Gəl momentlər qaydasını yazaq. Deməli, M1J dayaqdan məsafə 1-dir, bərabərdir. M2J dayaqdan məsafə 2-dir. J'ləri ixtisar aparsam, M1 ilə 2 M2-yə bərabərdir. Onda YP2 bölünsün YP1-i yazsam, bu da nəyə bərabərdir? M2 bölünsün M1-ə. M2-im nə qədərdir? M2-dir, M1-im də 2 M2-dir. İxtisar gedəndə nə qalır? 2-də 1 qalır. Y. Deməli, 3 kiloqram, kütləsi 3 kiloqram olan kirəzi 2 metr bölü saniyə sürətlə hərəkət edərək üfüqi hamar müstəvilə mütləq elastiki toxuşur. Elastik toxuşma budur ki, bu V sürəti ilə
gəlir, məsələn, yerə dəyirsə, artıq çıxıb gedəndə də V sürəti ilə gedəcək. Yəni kinetik enerjisi ikisində də eyni olacaq. Dəyişmə dediyinə görə kinetik enerjinin dəyişməsi. Yəni sürət dəyişmir deyə artıq da kinetik enerjinin dəyişməsinə söz gedə bilməz. Baxaq 33-ə. Aşağı doğru hərəkət edən cismin L nöqtəsindəki potensial enerjisinin kinetik enerjisində olan nisbətini məndən soruşur. Və V00-dır, sürtmə də nəzərə alınmır. Deməli, bu cisim 3 hündürlükdədir və V0-da 0, yəni dayanıb. Deməli, yer səthinə müəyyən hündürlükdədir və sürəti yoxdursa, onda onun elə tam enerjisi potensial enerjisinə bərabərdir. Onda ümumi tam enerjisini necə yazacağıq? 3 mgh. Çünki yerdən nə qədər hündürlükdədir? 3h hündürlükdədir, bərabərdir. L nöqtəsinə gəldi. L nöqtəsinə gəldi, nə qədər daha doğrusu potensial enerjisi var? mgh qədər. Çünki yerdən h qədər hündürlükdədir. Üstə gələk, Y kinetik. Buradan kinetiki gəl tapaq. Nəyə bərabər olur? Y kinetikimiz 2 mgh-a bərabər olur. İndi deyir ki, L nöqtəsindəki potensial enerjisi kinetik enerjisinin olan nisbəti. Potensial enerjisi nə qədərdir? mgh-dır. Kinetik enerjisini də tapdıq 2 mgh-dır. mgh-lar ixtisar gedir, nə qalır? 2-də 1 qalır. Cavab A variantı olacaq. Baxaq 34-ə. 2 kiloqram kütləli cisim yer səthindən şaqil yuxarı atılmışdır. Cismin sürətinin proyeksiyasının zamanlastılıq qrafikinə əsasən bu cismin potensial enerjisinin maksimal qiyməti. Baxın, yer səthindən şaqil yuxarı atılırsa, yer səthinin onun hündürlüyü yoxdur axı. Onun malik olduğu o enerji, tam enerji elə kinetik enerjiyə bərabər olacaqdır. Yəni, bunda razılaşaq. Sonra deyir ki, potensial enerjisinin maksimal qiyməti. Potensial enerjinin maksimal qiyməti də elə kinetik enerjinin maksimal qiymətinə də bərabər olacaq, yəni tam enerjiyə. İnci baxaq. V0 sürətindən atılıb, gəlir, deməli, cisim yuxarı atılıb V0 sürətindən 6 saniyədə artıq sürət 0 olur. Deməli, cisim maksimal hündürlükdədir. Onda mən buradan taparam ki, deməli, mənim başlanğıc anda hansı sürətlə atılıb cismim 60 deməli, metr bölü saniyə sürətlə atılıbdır. JT-dən tapıram. Onda yazıram. Mənim deməli, potensialımın maksimalı da nəyə bərabər olur? Elə V0 kvadratı bölünsün 2-yə. Yenə də deyirəm, bax, məndən potensialın maksimalını soruşurum. Potensialın maksimalı nədir? Tam enerjidir. Bu cisimdə yer səthindən atılıbsa, başlanğıc birinci halda yer səthindən 60 metr bölü tapdıq ki, 60 metr bölü saniyə sürətlə atılıb. Yer səthindədirsə, onun kinetik enerjisi var da, potensial yoxdur, hələ hündürlüyə atılmayıb hələ. Elə kinetik enerji də tam enerjiyə bərabər olur. Elə buradan ona görə deyirik ki, birinci halda kinetikin maksimalı elə ikinci haldakı potensialın maksimalına bərabərdir. 2 60-ın kvadratı 3600 bölünsün 2. 2-lər gedir, elə 3600-də qalır. Yəni, Y variantı olacaq. Köməkliyi ilə bərabər sürətlə qaldırılan yükün kinetik enerjisi deməli 100 oldu. Yazırıq Y yük 100 oldu. Yükün impulsu 400 km bölü saniyə olarsa ipin sərbəst ucu hansı sürətlə baxın hərəkət edir. Baxın, tərpənən blok olduğuna görə V ip 2 V yükə bərabər. Gəl birinci V yükü tapaq. Bunu da hardan tapacağıq? Baxın. Y kinetik yük bərabər olur P yük, V yük bölünsün 2. Deməli, 100 bərabərdir 400 vurulsun V yük bölünsün 2. Sıfırları ataram. Deməli, onda nə taparam? V yük nəyə bərabərdir? 0,5'ə. Gətirib burada yerinə yazaram. V ipi taparam. 2 vur 0,5'dən də nə taparam? 1 metr bölü saniyə. Cavab olur B variantı. Deməli, eyni sürətlə düz xətlə hərəkət edən 2 R və L radiuslu bir cins polad kürələrin kinetik enerjiləri arasında hansı münasibət düzgündür? Kinetik MV kvadratı bölünsün 2-dir. M-in yerinə rho V yazaram. V-nin yerinə də kürə olduğuna görə 3/4 pi R kubu yazaram. Pi R kubu V kvadratı bölünsün 2. Rholar eynidir. Bax, burada verib. Eyni sürətlə hərəkət edilir. Onda kinetik enerjini tapıram ki, R-in kubu ilə mütənasibdir. Deməli, görək nə deyir? Birincinin radiusu 2R'dir, ikincininki R-dir. İndi R-in kubu ilə mütənasib daxil. Ona görə birinci halda kinetik enerji, düzdürmü? İkincidən böyük olacaq. Amma nə qədər? R-in kubu qədər. Yəni, biri 2R'dir, biri R-dir. Onda 2-nin kubu qədər. Yəni, 8 dəfə deməli, böyük olmuş olacaq. Halda eyni qüvvənin təsiri ilə qüvvələr eynidir. F1 F2-yə, o da F3-ə bərabərdir. Müəllim müstəvi vasitəsilə qaldırılır. Hər üç hal üçün potensial enerjinin dəyişməsi. Baxın, potensial enerjinin dəyişməsi. Başlanğıc halı buradan başlayırlar. Son halda H hündürlüyə qalxırlar, düzdürmü? Ona görə də
biz bilirik ki, görülən iş əks işarə ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Yəni, eyni nöqtədə başlayıb eyni h hündürlüyə qaldırırlarsa, onda potensial enerji də hər üç halda eyni olacaqdır. Sükunət halından hərəkətə başlayan cismin təcilinin proyeksiyasının zamanla asılılıq qrafiki verilmişdir. Kinetik enerji hansı aralıqda azalıb? Gəl, VT qrafikinə tez keçək. Bax, VT qrafikinə gəl, keçək. Birinci cisim sükunət halından başlayırsa, sükunət halından başlamaq o deməkdir ki, yəni V00-dır, cisim həmişə yeniləşir. Sükunət halından hərəkətə başlayan cisim həmişə yeniləşir. Gəl baxaq, birinci bu qrafiki tapaq, bu qrafik AT. Bunu V ilə işarələsək, deməli cisim başlanğıc halda bir V qədər neynir? Artır, müəyyən sürətə malik olur. Sonra baxaq, təcil olur mənfi, artıq AT burada olacaq mənfi V. Onda V qədər artırsa, sonra eyni qədər, yəni V qədər də azalmalıdır. Deməli, bu ana deyək T anı, buna deyək 2T anı. Deməli, birinci artdı, sonra azaldı. Sonra baxaq. Artıq neyniyəcək? Artıq sürət oldu 0. Sonra təcil yenə mənfidir. Təcil yenə mənfidir. Və buradan da yenə AT-dən tapırıq ki, burada olacaq mənfi V. Artıq mənfidə nə olacaq? Mənfidə, deməli, yeniləşəcək. Yəni, qrafik belə aşağıya düşəcək. Burada olacaq nə qədər? Mənfi V qədər. Ondan sonra da təcil 0-dır, yəni sürət olacaq sabit. Deməli, birinci V qədər yeniləşdi T anında. T2T anında təcil mənfidir. Deməli, cisim yavaşlayan hərəkət eləyəcək. Sonra 2T anında artıq sürət 0 olur axı. Sürət olur 0. Ondan sonra mənfidə yeniləşməyə başlayır. Sonra isə təcil 0 olduğuna görə sürət sabit qalır. Harada yavaşlayır? T2T anında. Yəni, A variantı. 39. Düzxətli bərabər təcillə hərəkət edən 2 kg kütləli cismin koordinatının zamanla asılılıq qrafiki verilmişdir. İlk 5 saniyə ərzində cismin kinetik enerjisinin dəyişməsi. Baxın, cisim yavaşlayır, 5-ci saniyədə görürsünüz, sürət artıq olur 0. Yəni, mənim ikinci haldakı kinetik enerjim elə 0-dır. Gəl, birinci haldakı kinetik enerjimi tapaq. Bunun üçün də nə edə bilərik? Yavaşlayan hərəkətdə də görürsünüz, T oxuna tərəf və T-ni uzaqlamaya çalışır da T-yə tərəf əyilir, qrafikimə yavaşlayır. Gəl, tez birinci təcili tapaq buradan. Deməli, A bərabərdir 2x bölü T kvadratı. 2 vur 50, T-də 5 götürəm də, yəni kvadratı olur 25. Deməli, təcilimi tapdım 4-dür. Onda gəl, tez başlanğıc sürətimizi tapaq. Yavaşlayan hərəkət olduğuna görə V0T minus AT kvadratı bölü 2. 50 bərabərdir. V0 bilmirəm, zamanımda 5'dir, olacaq 5 V0 çıxılsın, təcil 4'dür, zamanda 5 kvadratı 25 bölünsün 2, 2'lər ixtisar getdi, oldu bura 2 vur 25, 50. Onu da bərabərin digər tərəfinə keçirsək, olacaq 100 bərabərdir 5 V0'a, V0 da tapıram, nə qədər eləyir? 20 metr böl saniyə. Başlanğıc sürəti tapdım, gəl indi başlanğıc haldakı kinetik enerjimizi tapaq, V0 kvadratı bölü 2. Kütləni 2 verib, V0'da 20 kvadratı 400 bölünsün 2, ixtisar gedir, qalır 400. İndi kinetik enerjinin dəyişməsini soruşur. Yəni, ikinci haldan birinci hala çıxacam. İkinci halda dedik sürət 0 olduğuna görə kinetik olmur. 0 çıxılsın 400. Mənə nəyi verir? Mənfi 400'ü. E variantı düzgün variantdır. Tərpənən blokun köməkliyi ilə bərabər sürətlə qaldırılan yükün potensial enerjisinin ipin sərbəst uzunluğun yer dəyişməsindən asılılığı verilibdir. Yükün kütləsi məndən soruşur. Baxın. Yazırıq, kinetik enerjinin, yükün kinetik enerjisinin dəyişməsi nəyə bərabərdir? MGH yükə. Tərpənən blok dediyinə görə də H yük nəyə bərabərdir? Deməli, daha doğrusu H ip nəyə bərabərdir? 2H yükə. Onda H yük nəyə bərabərdir? H ip bölünsün 2-yə. Düzdürmü? İki qoyaq yerinə. Olacaq MGH ip bölünsün 2-yə. İki qoyaq yerlənləri yerinə. Deməli, kinetik enerjinin dəyişməsi 100 çıx 60-dan, son 100 başlanğıc 60-da 40 bərabərdir. M J10, H ipi nə qədərdir? 4'dür. Bölünsün 2'yə. 2'lər ixtisar getdi 2. Deməli, buradan M kütləni tapıram. Nə qədər edir? 2 kiloqram edəcəkdir. Bir variant. Yayların potensial enerjiləri və mütləq uzanmalar arasında hansı münasibət düzgündür? Sərtlik eynidirsə K1 K2'yə bərabərdir. Düzdürmü? Gəl yazaq ağırlığın M1J, aşağıya da yazırıq M2J. Onda yazaq M1J KX1'ə bərabərdir. İkinci cisim kütləsi 2M olacaq. 2. Gəl yazaq heç M1, M2 nə yazmayaq da. Diqqət etmədim birinci. Gəl yazaq elə belə. Birinci cismin ağırlığı MJ-dir. İkinci cismin ağırlığı 2MJ-dir.
Onda yazaq. Deməli, kx1 bərabər olur mj-yə, kx2 bərabər olur 2 mj-yə. x1-i tapsaq, x1 mj bölünsün k-dır. x2 2 m2 bölünsün k-dır. Daha doğrusu 2 mj bölünsün k-dır. Deməli, birinci halda ikinci haldan daha 2 dəfə azdır. Ona görə ikinci haldakı deməli uzanma birinci haldan böyükdür. Potensial enerjilərinin müqayisəsinə keçsək, potensial enerji nəyə bərabərdir? Kx kvadrat bölünsün 2-yə. Sərtlik eynidir. Onda potensial enerji x-in kvadratı ilə düz asılıdır. Onda Y2 halında Y1 halından daha böyük olacaq. Bu da A variantına uyğundur. 80 metr hündürlükdən sərbəst düşən 0,2 kg kütləli cismi yer səthindən 60 metr hündürlükdəki kinetik enerjisi. Baxın, ən rahat qaydası sərbəst düşür deyə 5-15 qaydasından gedək. 5, 15, 25, 35. Ümumilikdə 80 metr hündürlükdən cisim atılır. Yer səthindən 60 metr hündürlükdə olduqda. Yəni cisim bax tam olaraq burada olduqda. Ümumi cəmi bunların 60 eləmir. Bu da yer səthidir. Deməli cisim bax buradadır. Və burada olduqda deyir kinetik enerjisini tap. Gəlin baxaq birinci. Cisim sərbəst düşürsə V0 0-dır. Onda bunların hər birinə də 1 saniyə vaxt sərf eləyir də, düzdürmü düşməyinə. Onda gəl tapaq görək. Yer səthindən 60 metr hündürlükdə onun sürəti nəyə bərabər olacaq? JT-dən 10 vurulsun 2 olacaq 20. Onda gəl mv kvadrat bölü 2-dən kinetik enerjisini tapaq. 0,2 vurulsun 400 bölünsün 2. Bu da bizə nəyi verir? 40 joule verir. Sükunət halından hərəkətə başlayan 2 kg kütləli cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. 2-ci saniyənin sonunda cismin kinetik enerjisini hesablayın. Baxın, sükunət halından hərəkətə başlayırsa, deməli V0 0-dır. Başlanğıc halda onun deməli nəyi yoxdur? Kinetik enerjisi yoxdur. İndi bax bu qrafikdən üçbucaqdır da. Biz buradan impulsu tapa bilərik. Impuls nəyə bərabər olacaq? Bu qrafikin sahəsinə. Yəni 2 vurulsun 2 vurulsun 10 mənə nəyə verir? 10. Kinetik enerjinin rahat üsulu budur. P-ni tapandan sonra P kvadrat bölü 2M-lə kinetik enerjini taparım. Yəni 100 bölünsün 2 vur 2 4. Bu da mənə nəyi verir? 25 joule verir. Yer səthindən 80 metr hündürlükdə sərbəst düşən 2 kg kütləli cismin koordinatının zamanlasılıq qrafiki verilmişdir. K nöqtəsinə uyğun zamanda kinetik enerjini tapın. Baxın, 80 metr hündürlükdən cisim neyinir? Sərbəst düşür. Sərbəst düşürsə, onda onun elə malik olduğu kinetik yer səthindən sərbəst düşürsə, V0 0-dır. Bu ayrı məsələ. Deməli, onun malik olduğu potensial enerji ilə tam enerjidir. Onda yazırıq MGH. Maksimal yazaq da bura bərabərdir. K nöqtəsində bax müəyyən MGH potensial enerjiyə malikdir. Üstə gələk Y kinetikə. Gəl yazaq. Kütlə 2, J 10, 20. Deməli, hündürlükdə 80 olacaq. Yazaq 2 vurulsun 10 vurulsun 80 bərabərdir. Yer səthindən indi 35 metr hündürlükdədir. 2 vur 10 vur 35. Üstə gələk Y kinetik. Deməli, bura olacaq 20.600 bərabərdir. Deməli, 700. Üstə gələk Y kinetik. Buradan da Y kinetiki tapıram. Nə qədər eləyir? Deməli, 900. İndi baxaq 45-ə. Yer səthindən şaqlı yuxarı atılmış 2 kg kütləli cismin kinetik enerjisinin onun potensial enerjisinin asılığı verilmişdir. Bu cismin maksimal qalxma hündürlüyü. Maksimal qalxma hündürlüyündə potensial enerjisi maksimal hündürlükdə V0 son sürət 0-dır. Onda ancaq potensial enerjiyə malik olur. Potensial enerji də tam enerjiyə malik olur. Elə mən tam enerjini tapsam, elə potensialı maksimum tapacam da. Kinetik 300 olanda potensial 200 olub. 300-dən 200-ü cəmləyərəm. Eləyər 500 və yaxud da kinetik 100 olanda potensial 400 olub, yenə cəmi 500 verəcək. Yer səthindən 5 metr hündürlükdə tam mexaniki enerji 500 joule, tam mexaniki enerji 500 joule olan kütləsi 4 kg kütləli cismin kinetik enerjisi məndən soruşur. Bax, tam enerji nəyə bərabərdir? Potensial üstə gələk Y kinetik. Kinetiki də tapanda Y tamdan Y potensialı çıxırıq. Tam enerjini verib 500-dür. Düzdürmü? Potensial da MGH-dır da.
Yəni 4 vurulsun, 10 vurulsun, hündürlük 5-dir. Deməli, bura eləyir 200, 500-dən də çıxanda olur 300. Deməli, mənim kinetik enerjim 300 oldu. Yer səthindən şaqil yuxarı atılan, yer səthindən şaqil yuxarı atılıb cisim. Maksimal hündürlüyə qalxma müddətində, deməli, cisim yer səthindən yuxarı atılırsa, onda nə olur? O, getdikcə sürəti artır. Daha doğrusu azalır. Çünki aşağıya doğru onu bir mc ağırlıqda artır. Ona görə də sürət azalır. Sürət azaldığına görə kinetik enerji azalır. Burada yoxdur. Sonra yuxarıya doğru qalxır deyə potensial enerjisi artır. Havanın müqaviməti nəzərə alınmadığına görə də tam enerji dəyişməyəcək. Kütlələri M1 bərabərdir M, M2 bərabərdir 2M olan cisimlər yer səthində müəyyən hündürlükdə sərbəst buraxılırlarsa, başlanğıc sürətləri yoxdur. İmpuls və kinetik enerji arasındakı münasibət. Baxaq. P MV-yə bərabərdir. Kinetik enerji də MV kvadratı bölünsün 2-yə bərabərdir. Düzdürmü? İndi baxaq, yer səthindən sərbəst buraxılıbsa, deməli, eyni hündürlükdən də boşlayıblarsa, onda V0 kök altında 2GH-dır. Hündürlük eyni olduğuna görə V0 eynidir. Yəni, yerə dayananda sürətlər də eyni olacaq. Sürətlər eynidir. Amma kütlə fərqlidir. İkinci halda birinci haldan daha böyük olduğuna görə, onda ikinci haldakı impuls da birinci haldan böyük olacaq. Eyni zamanda kinetik enerji üçün də eynidir. Baxın, V eynidir, YK M-dən düz asılıdır. Onda ikinci halda da kinetik enerji birinci haldan böyükdür, yəni 2 dəfə böyükdür. Çünki kütlələr 2 dəfə fərqlənir. Onda 2 ilə 6 düzgün variantdır. Müayil müstəvi boyunca hərəkət, müayil müstəvi boyunca bərabər sürətlə qaldırılan cismin zaman keçdikcə, baxın, bərabər sürətlə qaldırılırsa bu cisim. Deməli, buna əks istiqamətdə bir sürtünmə qüvvəsi təsir edir ki, bunlar bir-birini tarazlaşdırır, cisim bərabər sürətlə qalxır. Düzdürmü? Ona görə kinetik enerji dəyişməyəcək, çünki sürət dəyişmir. Bərabər sürətlə hərəkətdə V konstant qalır. İndi 2 düzdür. Potensial enerji dəyişmir yox, hündürlüyə qalxıraq, potensial enerji artacaq. Tam mexaniki enerji isə, bax, tam enerji nəyə bərabərdir? Kinetiklə potensialın cəminə. Mən dedim ki, mənim kinetikim dəyişmir. Amma potensialım artır, onda onun uyğun olaraq mənim tam enerjim də artmış olacaq da. Ona görə 2, 4, 6. Uyğunluğu müəyyən edin, cisim A nöqtəsindən sərbəst buraxılır. Sərbəst buraxılırsa V0 0-dır. Deməli, K nöqtəsində nə olacaq? Aha, gəl baxaq. Deməli, K nöqtəsinə gəlir. Birinci gəlib bunun tam enerjisini yazaq. Sərbəst buraxılırsa, yer səthindən malik olduğu potensial enerji onun tam enerjisi də olacaq. 4 MGH. K nöqtəsində elə böyük bir yer dəyişmə etmir. Ona görə də kinetik potensialdan daha az olacaq. B gedəcək bura. M nöqtəsinə gələndə yer səthindən 2H hündürlükdədir. Onda onun potensial enerjisi 2 MGH-dır. Onda kinetik enerjini tapanda tam enerjimiz var da 4 MGH-dır. Çıxırıq 4 MGH-dan 2 MGH olur 2 MGH. İkisi də bərabərdir. Potensial və kinetik bir-birinə bərabərdir. Seri edəcək bura. L nöqtəsində isə yerə daha yaxındır. Artıq burada potensial azalıbdır, kinetik artıbdır. Ona görə də kinetik enerji potensialdan daha çox olacaqdır. Deformasiya olunmuş yayların potensial enerjisinin onun uzanmalarının aslıq diaqramı verilmişdir. Elastiklik qüvvəni artan sırayla düz. Bax, F elastikin kvadratı, F elastik vurulsun, X bölünsün 2-dir. F elastiki tapanda 2G potensial bölünsün X-dir. İnci baxaq. Birinci halda Y potensial çoxdur, X azdır. İnci baxaq birinci, belə. Elastikin çox olması üçün X ən az olmalıdır. YP ən çox olmalıdır. Deməli. Aha. Sonra. Deməli, birinci halda mənim elastiklik qüvvəm ən böyükdür. Çünki orada X ən kiçikdir. Sonra baxaq 2-yə. İkinci halda potensial yazaq. İkinci halda potensial yox, F elastik yazmalıydım. Baxaq, ikinci halda YP ən böyükdür. Aha, amma X də böyükdür. Ona görə burada olmayacaq. Deməli, burada F1 F2-dən böyük olacaq. Üçüncü halda isə X ən böyükdür. X ən böyükdürsə orada F elastik ən kiçik olacaq. Çünki tərs asıldılar. Ona görə də F1 F2-dən böyükdür, o da F3-dən böyükdür. Mənə artan sırayla deyirsə, onda birinci F3 olacaq, sonra F2 olacaq, sonra F1 olacaq.